Salam, xoş gördüm hər birinizi pulsuz tort kursumda. Bugünlərim sizlərlə biskvit tortunu yığacağıq. Mən istədim bunu da sizlərlə bərabər elə kurs şəklində eləyək. Xanımlar 5 yumurta 22 diametrdən olan biskvitimdir. Müştərinin istəyinə görə bunu kofeli siropla istadıram. Çox gözəl dadır, sizə də məsləhət görərəm. Deməli, daha sonra qaymaqlı kremlə eləyirəm və kiçik burada da sizə bir sir verim ki, mən tortlarımda qaymaqlı krem, bişmiş malako və pralin əlavə edirəm. İstəyə görə kakao da əlavə edə bilərsiniz. İnanın ki, yeyən hər 10 müştəridən 9-u bəyənir. Çox gözəl dadır. Yəni siz də mütləq sınayın. Həm ailə üzvləriniz üçün, həm sifarişləriniz üçün çox bəyənəcəksiniz. Və növbəti sizə daha bir şey demək istəyirəm ki, tortunuzun düpdüz olmasını istəyirsinizsə, tortu mütləq çəmbərdə yığın. Mən sadəcə olaraq içindən nələr əlavə edəcəyimi sizlərə göstərmək məqsədi ilə tortu bu şəkildə yığıram, amma mən sonda yenə də bundan sonra çəmbərə salmışdım. Bu şəkildə tort düpdüz olur və indi burada sizə göstərdiyim ki, halqalama deyilək və yaxud da çəmbərləmə deyilən bir üsul var. Bunu niyə eləyirik? Buna baryer də deyirlər. İçərisinə qoyduğumuz məhsullar tortun deməli kənarına çıxıb sıvamada problem yaratmasın deyə və tort hündür olsun deyə bu şəkildə mən baryerdən istifadə edirəm. Müştəri istəyinə uyğun olaraq tortu qozunu demişdi ki, daha bol olsun və kiçiltmə. Mən ona görə belə bu şəkildə bütöv istifadə elədim. Onun üzərindən isə yenə daha bir sir verim ki, deməli bişmiş malako və karamel jeleni qatırsınız xanımlar. Çox gözəl bir dad olur. Onları qatıb eləmişdim. Yəni bu da sizə məndən bir kiçik tövsiyə olsun və onun üzərindən şokolad jeli istifadə elədim. Bu da çox gözəl olur. Əgər jeli dadını sevmərsinizsə, pralin əlavə eləyə bilərsiniz. Pralin də çox gözəl olur və mən tortlarımda iki cür şokoladdan istifadə edirəm. Həm damla, həm şokolad qırıntısı və yaxud da məxmər şokolad adı ilə tanıdığımız kiçik qırıntıdan istifadə edirəm və onu da üzərinə bağlamaq üçün dediyim kimi ya şokolad jeli və yaxud da pralindən istifadə eləyə bilərsiniz. Bunu da hər birini tort ləvazimatlarından əldə eləyə bilərsiniz. Və daha bir sirri sizlərə bölüşmək istəyərəm ki, tortu gecədən yığıb xaldenika dondurucuya qoysaz, üzərinə başqa qoxu çıxmasın deyə pingvin qoyun və sabahlarım sıvıyın, görəcəksiniz ki, necə gözəl olur. Bu tortumun sondakı görüntüsü idi. Əgər videonu bura qədər izlədinizsə, videonu bəyənib kanalıma abunə olub və kiçik də olsa şərh yazarsanız çox sevinərəm. Növbəti pulsuz tort kursumuzun digər dərsində görüşmək ümidi ilə. Allah amanında.